Naxçıvanda dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə mühtəşəm aytaş və şanlıq olub. Ümumilli lider Heydər Əliyevin də dediyi kimi torpaqlarımızın azad olunması, Respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi müstəqil Azərbaycanın xoşbəxt günü gəlib çatacaqdır. Necə ki, gəlib çatıbdır. Əminliklə deyə bilərik ki, bugün Azərbaycan xalqı tarixinin ən gözəl günlərini və sülh dolu illərini yaşayır. Sülh üçün alqış səslənsin. 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni ilin gəlişi Naxçıvan şəhərində böyük coşqu ilə qeyd edilib. Minlərlə sakin və qədim diyarın qonaqları şəhərin baş meydanına toplaşaraq yeni ili birlikdə qarşılayıblar. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və digər rəsmi şəxslər şəhər meydanına gələrək yeni il şənliyini izləyiblər. Bayramınız mübarək olsun. Tebrik ederim her birinizi ve gelsin güzel ifalarımız tabii ki sizler için. Azerbaycan sen benim, mülkiyetim şan şöhretim. Azerbaycan sen benim, mülkiyetim şan şöhretim. Gecənin sürpriz ulduzlu məsələyə dəvət etmək istəyirəm. Gürültülü alqışlarınızla Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov gəlir. Alqışlar. Bayramınız mübarək olsun. Salam Naxçıvan. Getdik. Bir yerdə. Çünkü bu karıdır uca dağları, üstüne bir yaraşıdır yaşı bağları, yüzüne bir başlamıştır güzel çağları, yurdum yuvam meskenim sen Azerbaycanlı, anam doğma vətənim sen Azerbaycanlı. Prezident İlham Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə Azərbaycan xalqına müraciəti meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb. Əziz həmvətənlər, mən sizi bir daha Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm. Yeni il bayramı münasibəti ilə təbrik etmək istəyirəm. Dünyada yaşayan bütün Azərbaycanlılara, Azərbaycan vətəndaşlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun. Yeni ilin gəlişi münasibəti ilə Naxçıvan şəhərində mühtəşəm aytaş və şanlıq təşkil olunub. Qədim diyarın sakinləri 2026-cı ili xoş ovqat və böyük təntənə ilə qarşılayıblar.